Həmçinin ayrıca şükür lazımdır ki, Allaha etmək ki, Allah Subhanahu taala sənin müsəlmanların içində əhlüsünnə vəl cemaatdır. Yəni əsl İslamdan gedən. Əhlüsünnə vəl cemaat. Yəni əsl İslamdan gedən. Əsl İslam nədir? Kiminsə fikri yox. Əsl İslam Qur'andır, səhih hədislərdir və sələfin icması. Məsələn, baxın, bizdə elhamdülillah təkfir məsələsi bizdə var əhlüsünnədə. Lakin təkfirin qaydaları var, üzürlər var. Ne üçün? Əgər biz onları eləməsək, biz onlara müraciət eləməsək, onlardan sonra təkfir məsələsinə baxmasaq, müəyyən şəxsdən söhbət gedir. Onda çox az bir sayda müsəlman olacaq. Çünki müsəlmanların çoxsu onda təkfir olmalıdır. Necə ki, məsələn, xavariclər. Xavariclər o əsaslar ki, əhlüsünnə vəl cemaat qoyub, onlara müraciət eləmirlər. Onlar məsələn deyir ki, kim küfr elədi, kafirdir. Ola bilər, alimlərdən kimsə desin, kim küfr eləsə kafirdir, kim şirk eləsə müşrikdir. O ümumi fikirdir. Lakin fərdə gələndə biz artıq o üzürlər ki var, qaydalar ki var, onları tətbiq edirik. Ümumidə ola bilsin, tətbiq eləməyək onları. Lakin o qaydaları tətbiq edirik. Ne üçün? Ne üçün? Ola bilər də insan küfr eləsin, bilməyib. Ola bilsin, insan küfr eləsin, elə bilsin ki, düz də etdiyi. Ola bilsin, dəlili də olsun. Lakin dəlili düzgün başa düşür. Necə hətta sahabi. Əhlüsünnə üsuluna kim müxalifdir, o ikinci rəy kimi qəbul olunmur. Və ya ixtilaf kimi qəbul olunmur, rədd olunur. Üsul budur, qutardır. İcma budur. Əhlüsünnə üsulu məhsundur. Və salam. Ola bilsin, kimsə desin. Biz yəni əhlüsünnə üsulun qoyub alimin sözü götürəcəyik. Əhlüsünnə üsulun alimin sözünə çəkəcək. Yox, onun sözünü atacaq bura. Atacaq deyəcək, yox. İştihad edib səhvdir. Aydındır, ümumi qaydalar var axı. Çox məsələlər var ki, məsələn, görürsən, hamı belə deyib, biri alimlərdən mötəbəl olsun. Biri nəsə deyib. Ola bilsin nəsə deyib. Amma biz qayda var axı, ümumi əhlüsünnə. Və salamından çıxmırıq. Onlar deyirlər ki, əqidədə sələfitsə, məsələn, deyir, Allah Teala səmadadır, Allah'a görəcəyik, tövhid üç qismdir. Yəni, ümumən, əqidə əhlüsünnə vəl cemaat əqidəsi. Lakin mənhəcdə problemləri olsa, deyirlər ki, etməz, bir olaq. İxvanlar deyir, əqidədə də problem olsa, fərqi ixvanlardan bunların budur. İxvanlar deyir, əqidədə də problem olsa, bir olaq. Bunlar deyir, yox, əqidədə bir olsa, mənhəcdə problem olsa, bir olaq. Aydındır mənhəcdə. Ona görə, məsələn, uzaqbaşı onları deyəndə ki, bəs bu təkfir fikirləri daşıyır zat. Deyirlər ki, biz ondan razı deyilik o məsələdə, amma bir olaq. Eyni olsaydı, sahabələr kimi bir cemaat olardılar. Niyə parçalanırlar? Firqə-firqə olurlar. Əsl sələf qarşısındakını müsəlman sayırsa, onun təriqətindən, firqəsindən, məzhəbindən fərqli aslı olmayaraq, onun haqqını ödəməlidir. Haqq da nədir? Çox sadə. Salam verəndə salamını alırsan. Asqırıb əlhəmdülillah desə, yarhamıq Allah deyirsən. Vəfat edibsə cənazəsində iştirak edirsən. Xəstələnib ziyarət edirsən. Köməyə ehtiyacı var, kömək edirsən. Nəsiyyət istəyirsən, nəsiyyət verirsən. Bu haqları ödəyəndə fikirləşməməlisən ki, o Hənəfidirmi, bu Şafidirmi, o Malikidirmi, bu Şiədirmi, o nə? Bunu fikirləşməməlisən. Qarşındakını müsəlman sayırsansa, bu 6 dənə haqqı ödəməlisən. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, müsəlmanın müsəlman üzərində olan haqqıdır. Qarşındakı müsəlmandırsa, köməyə ehtiyacı varsa köməyini elə ona. Onun yaramaz əməli özünə aiddir. Qiyamət günü özü cavab verəcək. Bidəti var, o da özünə aiddir, özü cavab verəcək. Sən yaxşılığı elə, sən savabı qazan. Allah sizə bərəkət verir. Sələfin əqidə mənhəci belə ayran olub alimlərdən. Ayran olmayıb, yox. Ayran olmayıb. Yəni, sələf bir dənə məsələdə kimlərdən olsa, artıq qeyd ediblər, necə cəhmilər. Əşariləri də cəhmilər deyirlər, maturidiləri də, mötəzilləri də, hamısına, kulləbiləri də, hamısına cəhmilər deyirlər, xavariclərə də. Ne üçün? Belə baxmaraq, cəhmilər tamamən ayrıdır, sadəcə əşarilikdə var cəhmilik. Bir neçə dənə məsələ olsa, artıq cəhmi deyiblər ona. Aydındır, məsələn, biri göy ki, sələfidir, xavaric fikri daşıyır, məsələn, xurucu fikri. Artıq sələfi deyil o. Sələfi deyil. Zahirlər söylüyorum. Amma bu təkfirçilər, xavariclər ondan çox istifadə edir. Yox, təkfirçilər. Biz zahirlər ki, babam Allahdan qeyrisində dua edir. Onun üçün dua edir, deyir yox. Ya təcrübədə səhvdir, ya bu... Yox, Allah razı olsun, Şeyx Fozan, bəzi fetvaları var,
şərh vermir. Birbaşa deyir. Çünki ümuməndir. Məsələn, sən məndən soruşun, Allaha şərik qoşan müşrikdir, mən deyəcəm, hə, müşrikdir. Allah və Rasulunun söylədiyini söyləyən kafirdir. Lakin müəyyənə gələndə baxacaq halına, üzrlər ola bilər. Aydındır, ümumi ayrıdır. Məsələn, Şeyx Fozandan, amma xavariclər inciyib ondan. Çünki o vaxt ki, Şeyx Fozan təfsilat verməyə başladı. Hətta bir qardaş belə dedi ki, qohumudur, Şeyx Fozanın fətvasını göndərib ki, deyib ki, beləsi kafirdir. Amma bu ümumidir. Yaxşı, göndər bu fətvanı. Şeyx Fozandan soruşurlar, böyük şirk eləyən cahillik üzürdür. Şeyx Fozan deyir ki, bəli, cahillik üzürdür. Göndər ona, göndərib, sonra deyir, nə deyir? Deyir, ola bilməz. Ola bilməz. Ola bilməz, ola bilər tərcümə. Dedim, yaxşı. Kimdə olan şeyxi, aynidir, kimsə Misirdə ya Dubayda qalıb öyrənib nəsə, apar onun yanına bir dənə onu tərcümə eləsin, şeyxin cavabını. Və Şeyx Fozan həm də kitab qalamızdadır. Sadəcə, alimlərin var belə fətvaları. Alimlərin belə fətvaları var ki, məsələn, bəzi yerlərdə deyir, kim belədir, kafirdir. Lakin təfsilatı varanda tamam başqadır. Yəni, üzr görür şeyx, rahimallah. Şeyx, Abidallah. Eynən bu ayələr kimi də, qorxu ayələri, təkvik ayələri. Hə, hərdən qorxuzmaq üçün deyir. Hərdən qorxuzmaq üçün deyir. Şəbdə də saxlayınca, havası verir. Bu, en cinsi nümayəndələri, əgər özdə müsəlman deyirsə, dedizə kim verəcək? Mavilər. Bəli. Onlar özləri müsəlman deyirsə, yəni biz onları müsəlman kimi qəbul edirik. Mavi müsəlmandır da, zinakar kimdir də, zinakar qadın kimi. Dərdəm gəlir fəqanə dili zarım ağlaram. Soldu xəzanı, zülm ilə gülzarım ağlaram. Hər məclisi əzadə mən izar-ı binəva, ta var dilimdə qüvvət-i güftarım ağlaram. Bunu gətir. Bismillah. Ya Rabbi şükür ilahi perverdigarı Allahu action yaxşı ki bu su yarattın ilahi. İlahi bu su var ilahi çok sağ ol biraz da. Xavariclər gəlib məsələn deyir ki, filan rəqqasə nə deyirsən? Şahin qıvanda elə sual qoyur, deyir, filan rəqqası var da nə deyirsən? Onlar da elə başa düşür axı. Deyir, yox, xəstədir. Deyir, müsəlman deyirsən, mənim bacım çıxacaq. Belə bacı lazım deyil, kafir deyim ki, mənim bacım sayılmasın. Onlar belə yanaşıblar. Və ya məsələn, hansısa böyük günah sahibi kişi. Deyir, mən ona müsəlman desəm, o mənim qardaşım çıxacaq. Deyir, yox, kafir deyim ki, mənim qardaşım olmasın. Onlar belə yanaşırlar. Vallahi heç xavariclərə yanaşmayıb. Qarşı dediyi kimi bu orqanların bəs dəyişəndən bizim müəmmələr Biri yazıb ki, elə deyirlər və sən o bir dünyada dağıldacaqlar. Dedim, valla mənim onsuz da bu dünyada dağıldırlar. Müamilə başqadır da o geri hakim cəzalandıra da və ya cəmiyyətdən uzaq olur. Allah sizə bərəkət. Növbəti sual ki, əgər bir insan cəmaatı şirkə çağırırsa və o əqidə üzərində də yaşayıb, tövbə etmədən ölürsə, o adama müşrik demək olar. Necə ki, bir insan deistdir, o hal üzrə ölür və deyilir kafirdir. Necə başa düşmünü, necə? Sual olur ki, bir insan cəmaatı şirkə çağırıb yaşadığı müddətcə və sonra dünyasını dəyişib həmin əqidə üzərində. Bu insana müşrik demək olar. Necə ki, başqa biri deist olub və deist olaraq da ölüb, ona kafir deyirik. Deist də, ateist də, bunlar kafirdir, bunlar Allah'a inanmırlar, Peyğəmbərimizi qəbul eləmirlər. Amma sən qeyd etdiyin o müşrik, o Allaha və Rasuluna inanır. Sadəcə orada üzürlər var. Cahillik üzürdür, hətta böyük şirkdə də cahillik üzürdür. O baxmaq lazım adamın halına, çünki müəyyən adamdan söhbət gedir. Ola bilə elə yerdə yaşayıb ki, məsələn, ona dəvət edən olmayıb, deyən olmayıb. Aç, ləbbeykə ya Allah. Ləbbeykə ya Əli. Ya Allah. Həzrət Əli aşiqləri qoymur, əxi, Həzrət Əli aşiqləri burada. Ya Əli mədəd dedin, vəssalam. Bunun tarixçəsi yoxdur. Niyə yoxdur tarixçəsi? Nadi aliyyən mudhirəl acaib, sətəcidhu ləkə ovnən. Sən onu görəcəksən, əlini çağır Peyğəmbər. Nadi aliyyən mudhirəl acaib. Əlini çağır, o əli neyniyir? Möcüzələr icad eləyir. O əlini çağır. Təcidhu ovnən ləkə bin nəvaib. Sən onu özünə ən gözəl kömək görəcəksən. Kulli həmmin və qəmmin. Bütün nədə, çətinliklərdə, qəmlərin olanda çətinliyə düşdün. Mən sənə bir dənə təbii kömək də göndərmişəm Peyğəmbər. Çünki bu məsələlərdə ehtiyatlı olmaq lazımdır. Əgər biz birbaşa yanaşsaq bu məsələyə, təfsilatsız, onda biz böyük alimləri də təkfir eləməliyik. Böyük alimləri də təkfir eləməliyik, böyük firqələri təkfir eləyəcəyik. Amma biz təkfir eləmirik onları. Yəni, üzürlər görürük. Quranda deyir, möminlər bir-birlərinə qardaşdılar.
müsəlmanlar ümumən, bütün müsəlmanlar biri-birinə qardaşdır. Və biz şiələri müsəlman hesab edirik, müsəlman görürük. Baxmayaraq ki, bir çox məsələlərdə razılaşmırıq. İstər üsul məsələləri olsun, istər furu məsələləri olsun. Xəta olduğunu deyirik, bidət görürük. Amma ümumən müsəlman hesab edirik şiələri. Şiələr müsəlmandır, şək yoxdur. Məsələlər öz üsuluna qaytarılmır. Məsələni öz üsuluna qaytaranda deyirlər ki, murciədir. Deyirlər ki, məsələn, bunlar, sən demişdik, saray alimləridir. Bunlar, nə bilim, nə alimləridir. Elə ki, qaytarırsan Davitinə, qaydasına, üsuluna, nizamına, baxırsan dəlil, deyirsən, murciəsən, deyir. Xoş deyil, çünki nəyə lazımdır bunlar, deyir. Və salam, şirk etdi, müşrikdir, nəyə lazımdır bu söz-söhbətlər, deyir. Aydın daxı. Belə problemdir, yəni. Ona görə baxanda görürsən ki, dayı şirk edən də yox da, deyir. Dayı şirk edən sən deyirsən, yox. Sən dostların deyir, sənin qardaşların deyir, sənin başçıların deyir. Lazımdır şəriət nə deyir? Şəriət. Məsələn, bir adam filankəsi təkfir edir. Hamımız yığışıb onu təkfir etməliyik, şeyx təkfir edir deyə. Yox, qardaşım, yox. Əbədən. Elə şey var, qardaş. Ümmətdə alimlər olub, bəyər olsun. Təkfir ediblər onları. Filosofları olsun, İbn Arabi olsun, bəzi var da bu bidət əhlindən, İbn Sina olsun. Bəzi alimə təkfir ediblər, bəzi alimə təkfir etməyiblər. Yəni, Şeyxülislam təkfir edib, bu birisi təkfir etməyib, İbn Qayyim təkfir edib, o birisi etməyib. Yəni, biri təkfir etdiysə, hamısı yığışıb təkfir etməli, söhbət yoxdur yəni. Bu müsəlmanlar ki var, bu müsəlmanlar özlərini İslam dininə nisbət edirlər. Biz müsəlmanıq deyirlər. Rəbbimiz Allahdır, dinimiz İslamdır, kitabımız Qur'andır, müsəlmanıq, şəhadətləri var. Bunlar müsəlmandılar və bunlarla müsəlman müamiləsi aparılır. Lakin hansısa biri cahilliyindən, təvildən, hər hansı bir səbəbdən şirk edirsə, bunun hökmü tam başqadır. Ona demək olmaz şirk edirsə, haqq çatmayıbsa, hüccət qalxmayıbsa ona, eşitməyibsə, müşrik müamiləsi aparılır. Müşrik müamiləsi niyə aparırsan ki? Bu müsəlmandır. Onun İslamı sabit olub, təsbit olub, o girib İslama və İslam müamiləsi aparılır onunla. Sonradan şirk edirsə, bu tam başqa bir mövzudur. İstəyirlər ki, çalışırlar ki, desinlər ki, günümüzdə olan müsəlmanlar müşrikdir. Onlarla müşrik müamiləsi aparaq, ət kəsirlərsə almayaq, yeməyək, öləndə cənazəsini qılmayaq, müşrik müamiləsi aparaq və deyək ki, axirətdə Allah bilir hökmlərini. Buna çalışırlar, buna can atırlar. Lakin müqayisə batildir. Bunların İslamı sabit olub. Yəqin kəlmə ilə, la ilahə illallah kəlməsi ilə. Müsəlmandır, sabit olandan sonra müsəlman müamiləsi aparılır. Və sonradan şirkə düşür. Hər hansı bir səbəbdən, bilməməzlikdən, cahilliyindən, təvildən, ikrahdan və ya hər hansı bir səbəbdən. Bunun hökmü barəsində bu ayrıdır. Alimlər xüsusi danışıblar. Müsəlman şirkə düşərsə, müsəlman. Deyirsən ki, bunlar da bu dünyada şirk edirlər, müşrikdirlər. Niyə şirk edirlər, müşrikdirlər? Şəhadətləri var, tohid əhlidirlər, İslama daxil olublar. İslamı sabit olub. İslamı sabit olandan sonra o İslamdan necə çıxır insan? Bəli, biz deyirik, Nəsanilər kafirdir, İvandır, Petrovdur. Elə şəxsi də müəyyən edirsən kafirdir, belə ümumi də. Amma bir adam ki, özünə müsəlman deyir, müsəlmanların adət ənələrini, dinini sayıb hesaba alır, yəni yaşayır, bacardığı qədər, eləməsə, deyək ki, namaz qılmır, amma müsəlmandır və bütün o müsəlman İslam qanunlarını söyləyir, bəzən əməl etməsə də, sən ona kafir deməyən doğru deyil, qardaş. Ondan sonra sən hansı haqqla deyə bilərsən ki, buna mən hüccət qaldırdım, bu adam kafirdir. Sən özün dəlilləri bilmirsən. Məsələ çox insanlar arasında, bəzi insanlar arasında o qədər cılızlaşıb ki, sağa sola kimə gəldi kafir. Sən özün dəlillərini bilmirsən. Necə deyə bilərsən filan kəs kafirdir? Müsibət o burasındadır. Məsələn, adamı gördün ki, getdi, gedirsən, sən məsələn Qazaxda gedirsən, görürsən ki, bir adam gəldi, bir heyvanı düşürdü, Hacı Əfəndinin yanında qurban kəsdi, qəbrin yanında. Həmən ona kafir hökm verə bilirsənmi? Xeyr. Nə eləməlisən lazımdır? Soruşman lazımdır. Sən qurbanı kimə kəsdin? Çünki mən Allaha kəsdim, sadəcə mənə dedilər ki,
Allaha belə bir yerdə müqəddəs zatların yanında kəsəndə Allah daha tez qəbul eləyir. Biz deyik ki, bu əməl nədir? Haramdır, bidət əməldir. Lakin küfürdürmü? Şirkdirmi? Xeyr. Çünki adam deyir ki, mən qəbrə kəsmədim. Mən də bilim, qəbrə kəsmək olmaz. Sual verilir, kiminsə əməllərində kafir əməlləri olan insana kafir demək olarmı? Yəni ondan soruşmadıqca səbəbini birbaşa olmaz. Ona görə əgər özü müsəlman deyən birisidirsə, yəni ondan həmişə Peyğəmbər sallallahu aleyhi və səlləmin üslubu idi ki, ondan səbəbi soruşmaq. Nə üçün bunu edirsən? Bu tərəf çıxır sosial şəbəkələrdə, o bir tərəfi nədəsə ittiham edir, hansısa naqisliyini, nöqsanını, bidətini, küfrünü başlayır aşkara çıxarmağa və yaymağa. Eləcə də o biri tərəf çıxır, bu biri tərəfi başlayır. Nəticə nədir? Nəticə. Əhl-i şeydən kimsə çıxır, deyir ki, tutaq ki, əhl-i sünnədən filan kəslər qəbirdən övlad istəyir. Var axı əhl-i sünnə, özünə sünnə deyənlər, quburilər var və s. Birbaşa qəbirdən gəlir, nəsə istəyir. Eyni ilə də əhl-i sünnədən kimsə çıxır sosial şəbəkədə deyir ki, siz də bunu filan qəbirdən istəyirsiniz, övladı. Müəyyən bir qrup əgər bidət edirsə, bütün müsəlmanları bidətçi adlandırmaq bu zülümdür. Və ya məsələn üçün, kimsə əhl-i sünnədən çıxır, deyir ki, tutaq ki, filan kəs Əbu Bakır Öməri, Osmanı lənətləyir, söyür. O tərəfdə çıxıb deyir ki, xavariclərdə Əlini kafir sayır. Və digər sahabələri kafir sayır. Yəni, qarşı-qarşıya bir-birinə rəddiyə verməyin faydası yoxdur, onu demək istəyirəm. Sən niyə axı deməlisən ki, filan təriqət bu böyük günahı edir. Sən denən ki, filan təriqətdən olan birisi hansısa o günahı edir. Bəlkə də bu sənə bağışlanar. Heç onu da demək məsləhət deyil. Sən sadəcə olaraq deməlisən ki, dəvətin üslubudur bu. Filan günah Allahın kitabına və Peyğəmbər sallallahu aleyhi və sələmin hədisinə ziddir. Onda o dəvətin faydası olacaq. Onda o dəvətə Allah Taala bərəkət verəcək. Məsələn, biri çıxır o tərəfdən deyir ki, Şeyh Əbu Bakır belə edib. Bu biri tərəfdən də ona rəddiyə verən adam deyir ki, Əli də belə edib. Buna nə deyirsən? Fikir verin, hər ikisi elə bir küçə uşağıdır. Bunlar böyük şəxsiyyətlərdir. Sən deməlisən Əbu Bakır Sıddiq radiyallahu anhu, Əli ibn Əbi Talib radiyallahu anhu. Necə sən bunları belə asanlıqla sən üçün küçə uşağı deyil ki, sən buna belə müraciət edirsən. Allah Subhanahu taala Quran-ı Kərimdə bizi müsəlman adlandırır. Bizim nə ixtiyarımız var ki, özümüzə başqa adlar qoyub və bizdən olmayan, yəni bizim adımızdan olmayanlara qarşı düşmən olaq. YouTube kanalımızda şiyələrə salam verməyənlərə nəsihət adlı dərsimizi yayımladıq. Ondan sonra yüzlərlə şərh bölümündə müəyyən insanlar müəyyən şərhləri yazıblar. Deməli, bir qism deyir ki, sən müşrikə salam verməyi nəsihət edirsən. Yəni, şiyələr hamısı müşrikdir. O bir qism də deyir ki, Yezidə Muaviyyəyə sənin münasibətin nədir? Lənət oxuyursanmı? Bax, fikir verirsinizmi? Bu nə deməkdir? Bu o deməkdir ki, sən nə qədər insanlara yaxşı nəsihət eləsən də, insanların bir qismi razı qalmayacaq. Deməli, bir tərəf deyir ki, müşrikə salam verməyi nəsihət edirsən. Kimdir müşrik? Sual verirəm. Kim cürət edib deyə bilər ki, şiyələrin hamısı müşrikdir? Mən o söhbətimdə maturidiləri də zikr eləmişəm. Kim cürət edib deyə bilər ki, maturidilərin hamısı müşrikdir, əşarilər müşrikdir və s. Kim bunu deyə bilər? Müşrik, kafir bilirsiniz nədir? Kimə deyilir? Kim ki, açıq aydın şirk küfr edir və 6 şərt onda öz təsdiqini tapır və 6 maniyə aradan qalxır. Ondan sonra o adam müşrik, kafir sayılır. Deyir, bu zamanda insanlar arasında barmaqla göstərilən bəzi kimsələr ortaya çıxmışdır. Onlar deyirlər ki, müşrikləri kafir saymırlar. Onlardan biri deyir, mən La ilahə illallah deyən bir kəsi kafir saya bilmərəm. Hətta əgər qəbrin ətrafında təvaf etsə belə. Subhanallah. O, La ilahə illallah deyir və qəbrin ətrafında təvaf edir. Bəs harda qaldı La ilahə illallah? La ilahə illallahın mənası nədir? Bu sadəcə dillə deyilən bir söz deyil.
dillə söyləmək, qəlblə etiqad etmək və əməl etməkdir. Ləbüddür ki, şirkin tamamən bütün növləri tərk edilsin. Əks halda, əgər insan Lə iləhə illallah desə belə, o müşrikdir. Çünki o bunu təsdiq etmədi. Lə iləhə illallah sadəcə dillə deyilən bir söz deyil. Bəli. Bəzi cahillərin bir söz küfr ola bilər, amma həmin sözü deyən kafir sayılmaz deməsi isə doğru deyil. Buna görə də bəzi insanlar üçün belə bir sual problem yaradır. Əgər bir şəxs namazı tərk edərsə, müəyyən olaraq özünü kafir sayırıqmı? Cavab nədir? Onun özünü kafir sayırıq və öldürürük. Əgər bir adam bütə səcdə edərsə, onu müəyyən olaraq kafir hesab edirik. Yoxsa hər hansı bir maniyə olmadığı müddətcə onu müəyyən olaraq kafir hesab etmirik. Əsas qayda budur ki, şəriətin küfür və ya fasiklik olaraq müəyyən etdiyi vəzf əsas etibarilə həmin əməl edəndə də sabitdir. Yalnız bir maniyə mövcud olduğu halda. Müəyyən təkfir etməkdə və ya onu fasik hesab etməkdə tərəddüd etməyə gəlincə, bu isə insanlardan küfrün və fasikliyin bütün növlərini götürməyimizi tələb edir. Əsl budur ki, kim küfrə səbəb olan bir söz deyərsə, yaxud küfrə səbəb olan bir əməl edərsə və ya küfrə səbəb olan bir şeyi tərk edərsə, əsl qayda onun nə olmasıdır? Özü kafirdir. Bu əsildir və biz tərəddüd etmirik. Bir maniyə mövcud olmadığı müddətcə. Maniyə mövcud olmadığı müddətcə. Əgər maniyə mövcuddursa, mövcud olmadığı müddətcə. Əgər bizim nəzərdə tutduğumuz bir maniyə mövcuddursa, məsələn, dəvət ona çatmayıbsa, məsələn, dəvətin ona çatmaması və ya buna bənzər bir şey varsa, bu məhz əsildir. Təəccüblüdür ki, bir qrup insan müəyyən təkfirdən çəkinir, digərləri isə küfr hökmünü hər kəsin üzərinə tamamilə qaldırırlar. Bunlar mürcilərdir. Bunlar isə xəvariclər kimidir. Bəli. Ona görə müasir mürcələrdən bəziləri deyirlər. Əgər bir insanın qəbir qarşısında səcdə etdiyini görsən, onu kafir sayma. Ta ki, onun qəbirdə olanı qəsd edib etmədiyini biləsən. Şəriət nasları isə zahirə görə hökm vermək üzərində gəlmişdi. Daxili və gizli şeylərin hökmü isə Allaha aiddir. Hal-hazırda müasir fitnələrdən biri də bu fitnədir. Müasir mürciə məzhəbinin bu şəkildə yenilənməsi və insanlara haqqı batil kimi göstərərək onları azdırmaqdır. Onlar özlərini sünnəyə nisbət edirlər və mürcələrin görüşünü söyləyirlər. Xahiş edirəm ki, müəyyən təkfir ilə mütləq təkfir arasındakı fərqi açıq qoyarsınız. Biraz təfərrüatla, inşallah, hətta geniş və ətraflı şəkildə. Müəyyən təkfir, əgər bir insan sənin qarşında açıq-aşkar küfr edərsə, caizdir. Məsələn, bir insanın bütə səcdə etdiyini, yəni Allahdan qeyrisinə səcdə etdiyini görsən, yaxud bir insanın bir qoç götürüb şeyxin qəbri yanında kəsdiyini və bunu filan şeyx üçün etdiyini desə, siz bu müəyyən bir şəxsdir, onu təkfir etməyim deyəcəksiniz. Yox, onu təkfir edirsiniz, heç bir tərəddüd etmədən. Çünki o, açıq-aşkar küfr etmişdir. Əgər belə bir hal baş verməsə, qaydaya əsasən təkfir edirsən. Kim filan əməli edərsə, o kafirdir. Kim Allah Teala'nın kitab və sünnə ilə sabit olan sifətlərindən birini inkar edərsə, o kafirdir. Kim Allahdan qeyrisinə dua edərsə, o kafirdir. Kim Allahdan qeyrisindən kömək diləyərsə, o kafirdir. Deyə bu şəkildə mütləq ifadə edirsiniz. Bu qaydaya istəyən daxil olsun, istəyən çıxsın. Lakin, əgər gözünüzün qabağında müəyyən bir şəxs açıq-aşkar bir küfr edərsə və sizin əlinizdə bunun küfr olduğuna dair Allahdan bir dəlil və sübutunuz varsa, onu təkfir edin və tərəddüd etməyin. Əgər onu təkfir etməsəniz, özünüz kafir olarsınız. Onu təkfir et və tərəddüd etmə. Əgər onu təkfir etməsəniz, özünüz kafir olarsınız. Onlar hesab edirlər ki, küfür təkzibə bağlıdır. Deməli, təkzib olmadıqca küfür də yoxdur. Lakin bunu açıq şəkildə etiraf etməyə cəsarət edə bilmirlər, qorxurlar. Çünki o zaman hər kəs onları təsnif edəcək və hər hansı bir cəhmiyə firqəsinə aid edib, bu cəhmidir deyəcəklər. Lakin o bunu açıq deyə bilmir və açıq bəyan etməyə cəsarət edə bilmir. Bu əqidəyə sahib olduğunu yalnız bəzi səfehlər açıq şəkildə bəyan edə bilirlər. O kəslər ki, əhəmiyyət verməyənlər olduqda deyirlər. Küfür yalnız təksib etməklə və ya küfrə etiqad etməklə olur. Lakin o, bunun arxasında gizlənir. Onun bu məzhəbi praktiki olaraq əməl etməsinin ən yaxşı yolu cəhalət üzrü məsələsidir.
İnsanlar haqqında hökmü tətbiq edərkən bu yanaşmanı əməl etmək onun üçün başqa cür mümkün deyil. Əgər ona sual verilsə, xeyr deyə bilmir. O deyə bilmir ki, xeyr, bu Allah Taalanı söyməkdir. O zaman o təksib etməyibsə, əksinə, uca və böyük yaradanın xaliq və ruzi verən olduğuna, həmçinin bunun Məhəmmədin sallallahu aleyhi və səlləm gətirdiyi Quran olduğuna və Məhəmmədin də Məhəmməd sallallahu aleyhi və səlləm olduğuna inanırsa, deməli təksib etməyib. O zaman nə etsə də, nə edəcək? Əgər desə ki, təsdiq qalır, əgər aradan qalxmayıbsa, o zaman onun qarşısında bir problem qalır. Onun cəhmi olduğu deyiləcək. Lakin o deyir, xeyr, bunu cahillikdən edib. Yəni o cahildir. Əlbəttə, ona hüccəti qaldırın. Hüccət necə qaldırılır? Ona ayələri və nasları oxuyursan. Əgər israr etsə, küfr etmiş olur. Lakin bununla belə, ona ayələr oxunub hüccət qaldırıldıqda, hətta eşitdiyi qədər ayələri eşitsə belə, o davam edib deyəcək, o da cahildir. Əgər üzr əsasında qaldırılan məsələ daha da genişlənərsə, bu məsələ ətrafında dövrə vurub duranlar mürciyələr və cəhmilərdir. Biz isə deyirik, mürciyə cəhmilər. Belə deyirik ki, elm tələbəsi bunu anlasın. Çünki iman babında mürciyələrin məzhəbini əsaslandırırlar. Təkfir babında isə cəhmilərdir. Vallahi ki, Cəhm ibn Səffanın halı onlardan qat-qat yaxşı idi. İnşallah, özlərini sələfi nisbət edənlərdən bu müasirlərlə bağlı bir müqayisə gələcək və onların əksəriyyətinin zındıq olduğu göstəriləcək. Onlar özlərini sələflər adlandırırlar. Cəhm ibn Səffan isə onlardan qat-qat yaxşı haldaydı. İnşallah, bu məsələ öz yerində gələcək. Hər mən sələfiyəm deyən sələfi deyil. Buna diqqət yetir. Onların əksəriyyəti zındıqlardır. Hər iki məsələ mövcuddur. Amma bu irca məsələsindən daha ağırdır. Bu şirk məsələsidir. Yəni qəbrə ibadət edənin müşrik adlandırılmaması görüşüdür. Bu yeni bir məsələdir. Allah eləməsin. Şeyx, Allah ona rəhmət etsin, dedi. Məhz bu məsələyə görə insanlar müsəlman və kafir olaraq ayrıldılar. Bu o deməkdir ki, kim uca Allaha şərik qoşarsa, istər salih olsun, istər qeyri-salih, o Allaha qarşı kafirdir. Kafirdir. Ona şirk adını verməkdə və küfr adını verməkdə tərəddüd etmirik. Çünki o, uca Allaha şərik qoşmuş və şirk etmiş olduğu müddətdə onun haqqında müşrik, kafir hökmü verilir. Lakin o kəslər ki, şirk adı verilib, onların malları halal sayılmaz və qanı halal olmaz. Əksinə, bu məsələ bəyanın verilməsindən və dəvətin çatdırılmasından asılıdır. Malının və qanının halal sayılmasından əvvəl mütləq bəyan və dəvət olmalıdır. Lakin onun haqqında hökm verilərkən, onun müşrik olduğu hökm edilir və dünyada kafirlərin hökmləri onun üzərində tətbiq edilir.